Deməli, biz sizlə keçən dəfə Bandura falan keçdik. Bizdə şagird davranışları ilə bağlı nəzəriyyələr qaldı. Keçən dəfə gec idi. Mən də dedim ki, onları gələn dərs izah verərəm. Çünki belə deyim də geniş dərsdir də, böyük mövzulardır. Birinci onların izahına başlayaq, sonra keçərik sizin testlərə baxarıq. Deməli, hansıyla başlayaq? Başlayaq behaviorizmlə. Elə yeni qoşulan müəllimlər tam qoşuldunuz, yaxşı elədiniz. Çünki nəzəriyyələr dərsini izah edəcəm. Elə kakras qulaq assın ki, sizin üçün də faydalı olsun. Deməli, başlayaq. Şagird davranışları ilə bağlı olan nəzəriyyələri işləyirik. Yəni, onun izahını verirəm. Burada doğmağa vaxt tapdı. Deməli, birinci behaviorizmlə başlayarıq. Bunun içində 5 dənə nəzəriyyə öyrənəcəyik. Bəli, Türkan xanım. Axşamınız xeyir. Hə. Gəldik. Deməli, birinci nəzəriyyəmiz operant şərtlənmə. Bəzən buna behaviorizm də deyirik. Sonra da deyirlər ki, ay müəllim, indi bu behaviorizmdir, yoxsa operant şərtlənmədir? Ola bilər. Yəni olma ehtimalı var. Hə, behaviorizmdir, yoxsa operant şərtlənmədir? Buna belə deyək də, behaviorizmi qalın bir kitab kimi düşünün. Operant şərtlənmə isə onun bir qolu, nə bilim, onun içində olan bir mövzu kimi. Lor diləndirəm, başa düşəsiniz. Yəni, operant şərtlənmə behaviorizm nəzəriyyəsinin bir qoludur. Deməli, behaviorizmə görə bütün davranış xarici stimul operant şərtlərdən asılı olaraq baş verir. Zəhmət olmasa qapını bağlayın da. Deməli, davranışı daxili, mental, zehni vəziyyət, daxili, yəni bizim davranışlarımız var. O davranışlar bizə daxildən gəlir. Mental zehni, yəni qavrayaraq. Yəni mental zehni vəziyyəti nəzərə almadan da izah etmək olar. Davranış nəzarət edilə bilən, tərgidilə bilən və ya dəyişdirilə biləndir. Yəni bunu behaviorizm deyir. Deyir ki, yəni biz hansısa davranışı tərgid edə bilərik, nə bilim ona nəzarət edə bilərik, dəyişdirə də bilərik. Hə, necə? Birazdan o necəsinə gələcəm. Behavioristlər şərti refleksləri universal öyrənmə prosesi kimi qəbul edirlər. Şərti refleks kənar stimullara verilən təbii reaksiyadır. Yəni kənar stimullara verdiyimiz təbii reaksiya, göstərdiyimiz davranışlar. Və behaviorizm nəzəriyyəsinə qarşı olan tənqidlər də var. O tənqidlər nədir? Deyir ki, behaviorizm bütün öyrənmə növlərini və zehni fərdilikləri nəzərə almır, ancaq davranışı nəzərə alır. Bir tənqid budur. Behaviorizm heç də bütün öyrənmələri izah etmir. Məsələn, balaca uşaqlar ana dilini öyrənərkən stimul gücləndiricilər olmadan yeni söz birləşmələrini öyrənə bilirlər. Stimul gücləndirici mükafat deməkdir. İndi gələcəyik ora. Deməli, bu nəzəriyyənin tempini tutmaq üçün əslində çətin deyil. Tempini tutmaq üçün nəyə baxmalısınız? Burada nə var? Bax, ümumiyyətcə davranış nə olur? Bir var yaxşı davranış, bir var pis davranış. Bu bizim dilimizdə. İndi kurikulum dilində buna belə deyirik. Arzu olunmayan davranış, arzu olunan davranış. Ya da ki, bir yerdən belə yazaq da, tutalım. Bir var arzu olunan, ya da bir dəqiqə, bax bura gəl. Bax, bir var arzu olunan davranış, arzu olunan. Bir də var arzu olunmayan davranış. Arzu olunmayan, yəni pis davranış. İndi bir də var mükafat, bir də var cəza. Yəni ya mükafat olur, ya cəza olur. Təbii ki, mükafat hansına gedər? Heç arzu olunmayan pis davranışa mükafat verərlər? Yox. Və yaxud da arzu olunan, yaxşı davranış göstərən uşağa cəza verilər? Yox. Deməli, mükafat arzu olunana aiddir. İndi mükafat demirik, kurikulum dilində buna gücləndirici deyirik. Gücləndirici ya da mükafat da bəzən yazırlar. Buna da cəza gedir. İndi bunların pozitiv və neqativi var. Pozitiv və neqativ ikisində də. Pozitiv nədir? Müsbət. Yəni üstəgəl, üstünə əlavə edirsən. Neqativ nədir? Yazın belə pozitiv. Neqativdə çıx, çıxırsan da, yəni çıxma əməli. Eləcə də eyni şey buna da aiddir.
Yəni arzu olunan davranış var, arzu olunmayan davranış var. Arzu olunan davranışa mükafat veririk, yəni gücləndirici. Arzu olunmayan davranışa cəza veririk. Hər ikisinin də həm müsbəti, həm mənfisi var. İndi deyəcəksiniz ki, arzu olunan davranışda mənfi nə mükafat olur ki? Və deyirəm ki, bir uşaq olimpiyadada birinci yerə çıxıb. Hə, həmişə bunu belə tapın. Uzun bir cümlə verilib. Deyir ki, bir uşaq olimpiyadada birinci yerə çıxıb. Birinci bura baxıram. Arzu olunan davranışdır, yoxsa arzu olunmayan? Arzu olunan. Birinci yerə çıxıb. Əlbəttə nə gözəl, yaxşı iş görüb. Aha, həmin dəqiqə cəza olan variantların üstündən xətt çəkirəm. Çünki arzu olunan davranışdır da. Mən burada cəza görürəm? Yox. Deməli, orada variantlarda var müsbət cəza, neqativ cəza. Onların üstündən xətt çəkirəm. Qalıram gücləndiricilərdə. İndi gücləndiricində də pozitivdirmi, neqativdirmi ona baxıram. Deyir ki, buna görə də müəllim ona sertifikat verdi. Uşağa sertifikat verdim. Üstünə nəsə əlavə etdim, toplama. Yəni bu nə oldu? Demək ki, cavab olaraq götürəcəm müsbət gücləndirici. Yəni müsbət, çünki üstünə topladım da, üstünə gəldim, üstünə əlavə etdim. Ya da deyirəm ki, uşaq birinci yerə çıxıb, nə gözəl, arzu olunan davranışdır. Deyirəm ki, buna görə müəllim ona deyir ki, səni yay tapşırıqlarından azad edirəm. Əlindən aldım. Bəli, bu uşaq üçün mükafat kimi görünə bilər, sevinə bilər. Hamı yayda işləyəcək, mən özüm üçün yatacam, yeyəcəm, yatacam. Amma sonra nə olacaq? Sonra məktəbə qaydanda hamı oxuyub gələcək, bu artıq zəifləyəcək. Yəni mən əslində ona yaxşılıq etməmiş oldum. Bildiniz? Bir sözlə birinci davranışa baxırsınız, yaxşıdırsa cəzalar gedir, mükafatı götürürük. Pozitivmi, neqativmi, o da baxırsınız ki, üstünə mi gəlir, əlindən mi alır. İndi gələk arzu olunmayan. Deyirəm ki, şagird ev tapşırığını yerinə yetirmədən dərsə gəlib. Təbii ki, bu nə olacaq? Yaxşı davranışdır? Yox. Pis davranışdır. Buna görə mən ona mükafat verməliyəm? Yox. Nə verəcəm? Cəza. İndi o cəza müsbətdirmi, mənfidirmi? Baxaq. Tamam, uşaq deməli tapşırığını yerinə yetirmədən dərsə gəlib. Buna görə də müəllim onu sinifdə saxlayıb deyir ki, tapşırıqları yaz, əlavə olaraq da 5 dənə artıq yaz. Yüklədim, üstünə gəldim. Nə oldu? Müsbət cəza. Yəni, əslində mən onu yaxşılıq eləyirəm. Bəli, cəzalandırmışam, amma qoy biraz daha çox oxusun. Ya da deyirəm ki, hə, uşaq tapşırıqları yerinə yetirmədən dərsə gəldiyinə görə müəllim ona deyir ki, biz bu həftə ekskursiyaya gedəcəkdik, sən o ekskursiyadan azadsan. Əlindən aldım. Bu oldu mənfi cəza. Bu qədər sadədir bu nəzəriyyə. Yəni bunun tempi budur, üsulu budur. İndi gələk bunun elmi cümlələrinə. Deyir ki, hə, burada bax mükafatlandırma, gücləndirmə, stimullaşdırma, hər cürəsini yazıram ki, biləsiz də. Birdən miqi bilmək olmaz da. Gələr, mən sizə mükafat öyrədərəm, ora stimul yazar. Mən sizə stimul deyərəm, ora gücləndirmə yazar. Hər şey ola bilər. Ona görə hər cürəsini yazıram. Deməli, mükafatlandırmanı nə məqsədlə aparırıq? Davranışın təkrar olunması məqsədi ilə. Niyə mükafat verirəm ki? Davranış təkrar olunsun. Bir dənə zəhmət olsun gözləyin. Oranın pəncərəsi açıq deyil. Erayın soyuq olar, o girib ora. Hə. Deməli, mükafatı niyə verirəm? Davranışı belə deyək də təkrar eləsin də, həvəslənsin də. Gözü stimul nədir? Həvəs. Stimul verirəm. Yəni hədiyyə verirəm ki, daha da ayda mən mən olimpiyadada yer tutduğuma görə, məsələn, uşaqlara yarışlar falan keçirirlər, kursda, ya nə bilim, bilmirəm dövlətdə edirlər yoxsa yox, verirlər telefon, kompüter, deyəsən dövlət də edir. Notebook falan da verirlər. Əlbəttə, niyə verirlər? Bax, bu stimuldur da, mükafatdır. O zaman nə olacaq? Uşaq həvəslənir. Yəni, istəyir ki, daha çox oxusun. Deməli, pozitiv gücləndirmə nəsə əlavə edilir, yəni üstəgəl. Arzu olunan davranışdan sonra mükafat əlavə olunur. Tərif, təşəkkür, sertifikat, məsuliyyət vermə, kiçik hədiyyə və s. İndi gəldik neqativ gücləndirmə. Nəsə çıxarılır, aradan qaldırılır, yəni mənfi. Arzu olunan davranışı gücləndirmək üçün nəsə güzəştə gedilir, nəsə çıxarılır. Ondan nəsə alıram. Əlavə tapşırıqdan azad etmə, bayaq dedimi, yay tapşırıqlarından azad etmə, sevmədiyi tədbirdən azad etmək. Məsələn, hansısa tədbirdə uşaqların zəhləsi gedir o tədbirdən, deyirəm ki, yaxşı, sən yaxşı iş görmüsən, sənə göz yumuram, get otur özün üçün evdə. Hə, bunu azad etdim, özün gəlib kef eləyəcək.
Yəni neynədim? Əlindən aldım. Müsbət, yəni neqativ mükafat. İndi gəldik cəzalandırmaya. Arzu olunmayan davranışın qarşısını almaq üçün istifadə olunur. Arzu olunmayan pis davranışın qarşısını almaq üçün edirik. Amma o birisini neynirdik? Bu birində neynirdik? Davranışın təkrar olunması məqsədi ilə. Amma cəzada qarşısını almaq məqsədi ilə edirik. Bunun da pozitiv və neqativi var. Pozitiv odur ki, nəsə əlavə edirik, yəni üstəgəl. Neqativ odur ki, nəsə çıxırıq. Deməli, arzu olunmayan davranışı azaltmaq üçün nəyinsə əlavə edilməsi. Sinifdə saxlamaq, əlavə tapşırıq vermək, valideynlə əlaqə saxlamaq. Bəzən deyirəm ki, uşaq ev tapşırıqlarını yerinə yetirməyib. Tamam, deməli cəza olacaq. Müəllim valideynə zəng eləyir. Cavab çıxır müsbət cəza. Ay müəllim, niyə müsbət cəza? Nə oldu ki? Deyirəm, nə olacaq? Valideyn evdə onu çırpacaq, qəşəng təhqiredici sözlər deyəcək, üstünə gələcək də. Olur müsbət cəza. Neqativ cəzalandırma nədir? Yenə nəsə güzəştə gedilir, çıxarılır. Arzu olunmayan davranışı azaltmaq üçün, yəni pis davranışı azaltmaq üçün nəsə güzəştə gedilir, çıxarılır. Məsələn, tənəffüsə buraxmamaq, ekskursiyadan məhrum etmək, layihəyə qoşulmağa icazə verməmək və s. Sonra behaviyorizm nəzəriyyəsini tətbiq edərkən müəllimlər nələrə diqqət etməlidirlər? Davranış mühitin və şərtlərin nəticəsidir. Yəni düşdüyümüz mühitdən də asılıdır, şərtlərdən də asılıdır. Onu dəyişmək mümkündür. Necə mümkündür bu cəza və mükafatla? Arzu olunan davranış daha çox gücləndirmə ilə, arzu olunmayan davranış isə mükafatın azaldılması və ya cəza ilə tənzimlənməlidir. Şagirdlərin yaş xüsusiyyətləri, maraqları nəzərə alınmalıdır. Gücləndirmə, yəni mükafat, tutan uşaq yaxşı iş görüb, mən ona mükafat verəcəmsə, o vaxtında və məqsədyönlü olmalıdır. Yəni, söz vermişəm, mükafat verəcəm, uşaq qalib olub, mən durum sabah verərəm deməməliyəm, anında. Mükafatlar və stimullar müxtəlif və motivasiya edici seçilməlidir. Yəni, uşağın xoşuna gəlsin də. Məsəl üçün, keçən dəfə əyanilərdə deyirəm ki, sınaq işlədirəm. Deyirəm ki, kim 20-dən 20 düz yazsa, ozma alacam. Yaza bilmədilər. İkinci dəfə sınaq işlədirəm. Deyirəm ki, kim bir dənə sual var idi, üçüncü sual. Buradayam, məni görmürsünüz? Görürsünüz? Mən görürəm müəllimə. Tamam. Bir saniyə. Mən şeyi qoşmamışam, ekranı. Bayaqdan özüm üçün burada gedirəm elə. Bir dəqiqə. Deyəydiniz də kaş, mən burada bir dənə çıxışlar edirəm bayaqdan. Buna baxın. Bayaqdan yazıram, pozuram, burada nələr göstərmişəm. Elə bilirəm ki, ekrandayam. Hay Allah. Neysə. Buna bax, burada sizin üçün çizmişəm, çəkmişəm. Nəsə belə. Demirsiniz müəllim, onda aşağı niyə baxırsan? Mən elə qəşəng danışıb izah edirsiniz ki, mənim fikrim izahda qalıb. Dəstə çox maraqlı gəldi mənə. Keçən dəfə bir dəfə demişəm 20-dən 20 yazsaz ozma olacam, yaza bilmədilər. Bir dəfə dedim ki, bir dənə üçüncü sual var idi, çox çətin dediyim, çox çaşdırıcı idi. Dedim ki, onu yəni heç kim düz yaza bilməz. Əgər düz yazsaz, həmin adama ozmo belə şeyini al, paketini al. Yaxşı, bu dəfə deyirəm paketini alacam da, belə səbəti düzəltdirəcəm. В общем, bəlkə də videosunu TikToka qoymuşam, bəlkə görəsiniz dedim, Ahmet düşdü. Heç biri düz yaza bilmədi üçüncü sualı. Hətta dedilər ki, mən bir dənə də düşünək, sonra dedilər ki, yox müəllim düşməyəcək, siz bizi çaşdırırsınız, biz elə düz yazmışıq. Axırda gördülər düz yazmayıblar, dəli olmuşdular. Sonra mənə qayıdıb nə desilər yaxşıdır, ay mən bilirsiniz biz niyə düz yaza bilmirik? Çünki siz bizim yaşımıza uyğun hədiyyə demirsiniz. Dedim, yaxşı görək, mən sizin yaşınıza uyğun gənc qızlarsınız, o daha bahalı olacaq. Elə zarafatımız oldu. Yəni sözümü nəyə gətirirəm? Burada da deyir ki, mükafat və stimul müxtəlif və motivasiya edici seçilməlidir. Bunlar ozma eşidib, deyir ozma nədir? Bizim ozma yeyən yaşımızda deyib, ona görə o qədər də ciddiyə almırlar da, yəni 20-dən 19 yazırlar, 20 yaza bilmirlər. Belə. Deyir ki, operant şərtlənmə təlim prosesində şagird davranışını istiqamətləndirmək üçün effektiv mexanizmdir. Yəni şagird davranışı istiqamətləndirirəm yaxşıya doğru.
Əsas məqsəd cəza deyil. Yəni burada bizim məqsədimiz uşağa cəza vermək deyil. Sadəcə istəyirik ki, onun pis davranışını azaldaq. Yoxsa cəza vermək üçün bizim ürəyimiz getmir ki, uşaqlara cəza verək. Yox. Davranışı azaltmaq üçün, yəni çarəsiz qalınca bu metoddan istifadə edirik. Müsbət davranışı formalaşdırmaq və möhkəmləndirməkdir. Sonra behaviorizm psixologiyada, bunu bayaq sizə dedim və təhsildə ümumi nəzəri yanaşmadır. Bu, yəni ümumi nəzəriyyədir. Operat şərtlənmə onun daxilində olan konkret öyrənmə mexanizmidir. Yəni onun bir qoludur. Sonra Skinner yazıb bu nəzəriyyəni. Behaviorizmə görə insan davranışı müşahidə olunan reaksiyalar əsasında öyrənilir. Daxili psixi proseslərdən, daxili psixi proses düşüncəmiz daxilən gəlir də, hisslərimiz, çox stimul-reaksiya əlaqəsinə diqqət yetirilir. Öyrənmə mühit və təcrübə nəticəsində formalaşır. Yəni düşdüyümüz mühit və qazandığımız təcrübə. Və operant şərtlənməyə görə davranışın təkrarlanması onun nəticəsindən asılıdır. Onun nəticəsi nədir? Mükafat mı aldı, cəza mı aldı? Yəni əgər mükafat alıbsa təkrarlayacaq, cəza alıbsa azaldacaq. Mükafat gücləndirmə davranışı artırır, cəza davranışı azaldır. Şagird davranışı nəticələrə görə formalaşır. Nəticə yenə də nədir? Mükafat və cəza. Yəni operant şərtlənmə behaviorizmin tətbiq üsuludur. Yəni behaviorizm nəzəriyyədir, operant onu tətbiq edir. Bu da bayaq burada çəkdiklərim. Bu belə. İndi keçdik ikinci nəzəriyyəyə. Deməli, seçimi keçək, seçim nəzəriyyəsi. Seçim nəzəriyyəsində cəza yoxdur. Adından məlumdur, seçim. Seçim olan yerdə cəza nə gəzir? William Gleiser'in nəzəriyyəsidir. Bu elə bir nəzəriyyədir ki, burada şagird davranışı burada öz sözü daha önəmlidir. Öz daxili ehtiyaclarına görə seçir. Məsələn, insan davranışları daxildən idarə olunur. Yəni, insanları başqaları yox, öz ehtiyacları hərəkətə gətirir. İnsan bütün davranışlarını öz ehtiyacını ödəmək üçün seçir. Bax, lap belə bir şey deyim də tam başa düşək. Düşünün ki, bəzən xəbərlərdə göstərirlər, filmlərdə görürük. Bir dənə yetim uşaqdır, küçədə yaşayan bir uşaqdır, üstü başı pis gündə, birdən gedir marketdən simit oğurluyur, nə bilim, çörək oğurluyur. Mən qınamıram heç vaxt. Bilirsiniz niyə? Çünki o uşaq yetimdir də. Yəni mən onu oğurluq kimi saymıram da. Yəni o uşaq acdır. Bax onun ehtiyacı nədir? Sağ qalma ehtiyacı. Qidalanmaq istəyir. Nə ilə qidalansın? Ona görə məcbur. Yəni oğurladığı şey nədir? Çörək ki, o qədər acından ölür də yəni. Yəni gördünüz bu davranışı nəyə əsasən göstərdi? Bu davranışını o sağ qalma ehtiyacına görə göstərdi. Yəni ümumiyyətcə insanlar davranışlarını ona görə seçirlər. Məsələn, biri sizi sevmir. Yəni siz hiss edirsiniz də, bilirsiniz ki, o sizi sevmir. Artıq həmin o davranışa görə reaksiya verəcəksiniz. Nə bilim, indi ya ayrılacaqsınız, ya nəsə də axır. Yəni görürsünüz, sizin sevgi ehtiyacınız ödənmədiyi üçün başqa yollardan istifadə edəcəksiniz. Yəni bunu ümumi belə başa saldım. Təbii ki, indi bunun biz məktəbə aid olanını danışacağıq. Seçim nəzəriyyəsi təhsildə, sinif idarəçiliyində necə tətbiq edildiyini izah edir və şagird davranışının xarici nəzarət yox, bayaq da dedim axı, bunlar öz daxilində ehtiyacları ödənsə yaxşı davranış göstərəcəklər, ödənməsə də pis davranış. Xarici nəzarət yoxdur burada. Yəni bayaqki kimi mükafat cəza yoxdur. Mükafat cəza xarici nəzarətdir. Daxili seçim əsasında, daxili seçim əsasında formalaşdığını vurğulayır. Seçim nəzəriyyəsinin mahiyyəti nədir? İnsan davranışı öz ehtiyaclarını ödəmək məqsədi ilə etdiyi şüurlu seçimlərin nəticəsidir. Bayaq dediyim kimi, öz ehtiyacını ödəmək üçün edir onu. O davranışı ona görə göstərir. İstər pis davranış, istər yaxşı davranış. Davranışlar xarici mühit tərəfindən məcbur edilmir, xarici mühit nəzarət yoxdur. İnsan onları özü seçir. Bayaq da dedim, burada özü sözü çox önəmlidir. Şagird öz davranışına görə məsuliyyət daşıyır, çünki özü seçir o davranışı. Müəllim davranışı birbaşa idarə etmir, dedik axı xarici nəzarət yoxdur. Seçim etməyə şərait yaradır. Görürsünüz, yenə seçimi özlərinə buraxıram. Seçim nəzəriyyəsinə görə insanların 5 əsas ehtiyacı var. Əslində biz insanların ehtiyacları çoxdur.
Amma indi biz 5 əsas ehtiyacı götürürük ki, ən birincisi sağ qalma. Baxın, hər birimizin çox şükür indi başımızı belə deyək ki, soxacaq bir evimiz var. Lap normal olmasın, daxma olsun. Əsas odur ki, başımızı soxacaq bir daxmamız belə olsun. Niyə? Və bu bizim sağ qalma ehtiyacımızdır. Çünki soyuqda donub çöldə ölə bilərik. Yəni çöldə qalsaq da, qurd-quşa yem ola bilərik. Yəni görürsüz, təhlükəlidir də bizim üçün çöldə, bayırda qalmaq, parklarda yaşamaq. Ona görə bir insan daxması belə olsa, başını soxur sonra, yəni şükür eləməlidir də. Çünki ən azından təhlükəsizlikdədir. Yəni bu olur sağ qalma ehtiyacı. Və yaxud da ki, bayaq dedim, uşaq gedir, oğurluq edir ki, bir çörək yesin. Onu niyə sağ qalma ehtiyacıdır da? Çünki o ehtiyacdır da, qidalanmalıdır. O bəzən söz var, deyir ki, sən yemək üçün, yaşamaq üçün yeyirsən, yoxsa yemək üçün yaşayırsan. Belə bir söz var. İnsan yəni yaşamaq üçün yeyir də, ki, sağ qalsın. Yəni Allah bizi yaradıb və qidalar da yaradıb ki, biz yaşamaq üçün yeyək. Bəzən məsələn mən evdə bəzən vaxt tapmıram. Bəzən yox, çox vaxt, ən çox da son aylarda hər il belə olur. Yemək yeməyə vaxtım olmur. Gün ərzində demək olar bir dəfə ya yeyirəm. Məsələn keçən il yadımdaydı ki, düşündüm ki, axırıncı dəfə nə vaxt yemək yemişəm, yadıma düşdü 2 gün əvvəl. Olmur vaxtım. Evdə mənə deyirlər ki, sən öləcəksən. Yəni insan yemədən necə yaşaya bilər? Sözümü ona gətirirəm ki, yemək bizim sağ qalma ehtiyacımızdır. Bunları ümumi dedim. İndi qayıdaq məktəbə. Bunu məktəblə əlaqələndirək. Şagirdin məktəbdə ya sinifdə sağ qalma ehtiyacı nədir? Təhlükəsizlik. Özünü təhlükəsizlikdə hiss etməlidir. O mühiti də mən müəllim yaratmalıyam. Nizam-intizam, xaos olmasın. Fiziki və psixoloji rahatlıq. Fiziki yəni kimsə məni döyməsin və yaxud da kimsə məni döyməyə cəhd edirsə, məni təhqir etmə, müəllim buna müdaxilə etməlidir, göz yummamalıdır. Psixoloji rahatlıq da ki, sağlam psixoloji mühitdə, yəni dəstəkləyici mühit. Məsəl üçün, belə deyim də, əgər elə müəllimin öz uşağı təhqir edirsə, pərt edirsə, danlayırsa, acılayırsa, aşağılayırsa, elə bunun özü də uşaq artıq bax sağ qalma ehtiyacı bilirsiniz necə ödəyəcək? Yəni artıq müqavimət göstərməyə başlayır, özünü müdafiəyə keçəcək. Yəni bu mühitə görə öz davranışını ona görə seçəcək. Sevgi və mənsubiyyət ehtiyacı bu deyərdim ki, bu da ən əsas ehtiyaclardan biridir. Bütün dünyada elə bir insan olmaz ki, sevilmək istəməsin. Yəni söhbət təkcə oğlan-qız sevgisindən getmir. Valideyn tərəfindən sevilmək, övladı tərəfindən sevilmək, iş yoldaşları tərəfindən sevilmək, həyat yoldaşı, sevdiyi insan tərəfindən sevilmək və sair və ilaxırda. Yəni bütün insanlar bu dünyada heç kim deyəməz ki, mən heç kim tərəfindən sevilmək istəmirəm. Bəlkə də deyiriksə də, amma ürəyimizdə başqa şeydir. Yəni bütün insanların sevgiyə ehtiyacı var. Və bəzi belə deyək də, kimdən ki gözləyirik o sevgini, yəni onun sevgisinə ehtiyacımız, özümüzü ona mənsub, ona aid hiss etmək istəyirik. Eləcə də gəldik yenə məktəbə. Məktəbdə də uşaqların sevgiyə ehtiyacı var. Müəllimin sevgisinə görmək istəyirlər. Sinif yoldaşlarının sevgisinə ehtiyacları var. Özlərini o sinifə aid hiss etmək istəyirlər. Onlar tərəfindən qəbul olunmaq istəyirlər. Qəbul olunma, hörmət, müsbət münasibətlər, güc ehtiyacı. Məsələn, bizim kimi insanlar adətən gücü nədə görür? Pulum olsun, güclüyəm. Vəzifəm olsun, güclüyəm. Uşaqlara qayıtsaq, uşaqların da güc ehtiyacı nə olacaq? Onlar da deyir ki, məsələn, müəllim mənim kiçik uğurumu belə qeyd eləsin. Mənim bacarığımı qeyd eləsin ki, afərin, ay Sev, sən bunu bacardın, o zaman mən özümü bacarıqlı, güclü hiss edəcəm. Əgər bunu etmirəmsə, mən bunu qoyub həmişə başqa uşağı tərifləyirəmsə, ola bilər mən zəif uşağam. Amma mənim ən kiçik cəhdimi, ən kiçik uğurumu belə müəllim belə deyim də qeyd eləməlidir, vurğulamalıdır ki, mən də özümü güclü, bacarıqlı hiss edim. Əgər eləmirsə, uşaq artıq bax bu ehtiyac ödənmədiyinə görə başqa cür göstərəcək. Məsələn, burada nədir? Uğur qazanmaq istəyir, özünü dəyərli hiss etmək, bacarıqlarını göstərmək istəyir. Əgər mən buna şərait yaratmıramsa, ödəmirəmsə onun o ehtiyacını, o güc ehtiyacını başqa cür göstərəcək. Məsəl üçün, məktəbə zərər yetirər, məktəbdən oğurluq edər. Qəsdən də, yəni mən güclüyəm. Artıq pis davranışlara yol atır. Bu davranışı kim seçdi? Özü. Niyə? Çünki onun ehtiyacı ödənmədi. O da başqa cür ödəyir də, belə deyək. Azadlıq ehtiyacı uşaqlara seçim etmək, müstəqil qərar vermək imkanı verilir. Məsələn, uşaqlar bu gün qrup iş edək, yoxsa fərdi iş, seçimi onlara verirəm bəzən. Ki onlar da desin, bizim də fikrimiz önəmliymiş. Sonra əyləncə ehtiyacı,
Sevinç, maraq, oyun, motivasiya yaradan fəaliyyətlər. Yəni belə deyim də, bizim də dövrümüzdə bu var idi. Adətən yorulanda, düz ibtidai siniflərdə daha çox olurdu. Yorulanda müəllim deyir ki, hə, bir dənə durun ayağa, aynən əlimizi belə-belə eləyirdik, guya da əllərimiz dincəlsin, boynumuzu. Ya da ki, nəsə də bir fəaliyyət, ya da gecə-gündüz oynayırdıq. Bir 2 dəqiqəlik ki, bir özümüzə gələk də. Hə, bu onların çünki uşaqdılar axı, onların əyləncə ehtiyacı var. Oynamaq nə qədər otursunlar belə. Onu ödəmək lazımdır. Ödəməyəndə sonra da deyirik şagird niyə özünü sinifdə pis aparır? Çünki adam nə qədər otursun belə. Bəzən yorulursan da, yəni. Bu ehtiyaclar daxili motivasiyanın mənbəyidir və davranışı istiqamətləndirir. Bəli, daxilən gəlir, çünki özümüz seçirik və davranışı istiqamətləndirir o cür ki, əgər ehtiyacı ödənəcəksə, ona görə davranış göstərəcək, ödənməyəcəksə, ona görə pis davranış göstərəcək. Burada bəs müəllimin rolu nədir? Təhlükəsiz və hörmətə əsaslanan müsbət sinif mühiti yaratmaq. Bu oldu sağ qalma. Şagirdlərin sevilmə və qəbul olunma ehtiyacını təmin etmək, sevgi və mənsubiyyət ehtiyacı. Şagirdlərə seçim imkanları vermək, tapşırıq, layihə, rol seçimi, bu oldu azadlıq ehtiyacı. Güc ehtiyacını müsbət yollarla qarşılamaq. Məsələn, uşağı təşviq etmək sözünü bəzən səhv başa düşürlər, sanki nəyisə məcbur edirsən. Yox, təşviq etmək, yəni şirinlikləndirmək, stimul vermək, həvəsləndirmək. Uğurun tanınması, yəni onun kiçik uğurunu belə. Ola bilər mənə gətirib göstərir dəftərini, hə, səhvdir. Amma bir kiçik uğuru vardı. Ən azından görmüşəm ki, o nə qədər cəhd edib o tapşırığı eləməyə. O cəhdini belə vurğulamalıyam ki, məsələn həllində çox səhvlərə yol versən də, mən sənin bayaqdan göstərdiyin bütün cəhdlərini yüksək qiymətləndirirəm. Ən azından adam deyir ki, mən, yəni heç olmasa əziyyətim hədər getmədi. Ən azından cəhdim belə qiymətləndirilir. Əyləncə və marağı artıran fəal interaktiv metodlardan istifadə etmək, bu da olur əyləncə ehtiyacı. Seçim nəzəriyyəsinin də əsas ideyası budur. Şagirdlər davranışlarını dəyişməyə məcbur edilmir. Dedik axı, xarici nəzarət yoxdur. Dəyişməyi özləri seçirlər. Bu yanaşma daxili motivasiyanı gücləndirir, davranış problemlərini azaldır, şagird-müəllim münasibətlərini möhkəmləndirir, məsuliyyətli və özünü idarə edən fərdlərin formalaşmasına xidmət edir. Bu da oldu seçim nəzəriyyəsi. İndi keçək, hansını keçək? Stimula cavabı keçək. Thorndike'ın, Edward Thorndike nəzəriyyəsidir. Deməli, bu nəzəriyyə Thorndike tərəfindən irəli sürülüb və öyrənmənin mahiyyətini insanın ətraf mühitdən aldığı stimullara verdiyi cavablar üzərində qurulan əlaqələr vasitəsilə izah etmişdir. Deyəcəksiniz, ay müəllim, bu nə idi dediniz? Bu nə cümlə idi? İndi bunu Lori dilindən izah edim. Deyir ki, ətrafda mənə necə təsir edirsə, ona görə davranış göstərəcəm. Mənə təsir edən o hadisə mənə zövq yaşadırsa, xoşuma gəlirsə, mən onu davam etdirəcəm. Əgər xoşuma gəlmirsə, mənə ağrı, acı hiss etdirirsə, mən onu dayandıracam, yəni azaldacam, etməyəcəm. Məsələn, mən keks bişirirəm, tavanı qoyanda sobaya qolum yanır. Gələn dəfə neyniyəcəm? Daha ehtiyatlı davranacam. Çünki keçən dəfə canım acıyıb. Yəni bu yerə gəlib çıxır onun mənası. Bunun da 4 qanunu var. Birincisi təsir qanunudur. Bu nəzəriyyənin ən fundamental sütunlarından biridir. Bu qanunun mahiyyəti çox sadə bir məntiqə əsaslanır. Davranışın nəticəsi həmin davranışın gələcəkdə təkrarlanıb təkrarlanmayacağını müəyyən edir. Davranışın nəticəsi nədir? Məsələn, bayaq dediyim qolum yandı. Hə, indi bu gələcəkdə təkrarlanacaq, təkrarlanmayacağını müəyyən edir. Təbii ki, təkrarlanmayacaq. Gələn dəfə daha ehtiyatlı olacaq. Bunun da 2 tərəfi var. Məmnuniyyət doğuran nəticələr, narazılıq doğuran nəticələr. Bax, bu bayaq dediyim cümlədir. Deyir, əgər bir stimul qarşısında verilən cavab müsbət bir nəticə, mükafat və ya həzz verirsə, o stimul ilə cavab arasındakı bağ güclənir. Yəni, gələcəkdə həmin vəziyyətdə eyni hərəkətin edilmə ehtimalı artır. Yox, əgər mənfi cavab verirsə, mənə cəza və yaxud da ağrı verirsə, artıq həmin bağ zəifləyir. Gələcəkdə həmin hərəkətin təkrarlanma ehtimalı azalır. Bu nəzəriyyədə təbii ki, nəzəriyyəçilər nəzəriyyə yazarkən
Yenə də deyirəm, təcrübələr keçirirlər. Kitabda bu yoxdur. Mən özüm əlavə eləmişəm bunun təcrübəsini ki, kitabda əslində bu mövzu düzdür 2026 kitabına heç baxmamışam, amma 2024-də bu boydaydı. Təzə artırılıb da 2024-də əlavə ediblər. Bu boydaydı. Elmi cümlələr heç sən də başa düşmürsən. Baxırsan balacadır, amma heç sən başa düşmürsən. Mən biraz geniş yazmışam, amma mahiyyətini açaraq yazmışam. Deməli, bu Thorndike nəzəriyyəçinin adıdır, Edward Thorndike. O, bu nəzəriyyəni yazanda bunu sübut etmək üçün tapmaca qutusu təcrübəsi aparır. Bu nədir? Deməli, qutular düzəldir. Hər bir qutunun pəncərəsi olur, belə ip sallayır yuxarıdan, pedal qoyur, qapı qoyur və s. Sonra həmin qutulara ac pişikləri yerləşdirir və çölə də yemək qoyur. Qapı bağlayır. Təbii ki, ac pişik pəncərədən yeməyi görür. Neyniyəcək? Təbii ki, qapı çıxmaq istəyirdi oradan. Pişik neynir? Birinci pəncərədən baxır, qapını çırmaqlayır, o yana bu yana qaçır. İki yolu var. İpi dartsa qapı açılır, pedala bassa qapı açılır. Nəysə bu bir çox cəhdlər edir. İlk cəhdləri təbii ki, alınmır. Sonra nə tərsə təsadüfi ayağı pedala dəyir, qapı açılır, gedir yeməyi yeyir. O davranış nə idi? Ayağının pedala dəyməsi. Onun nəticəsi nə oldu? Mükafat. Getdi yeməyi yedimi? Xoş oldumu? Oldu. İndi gələn dəfə onu bir də o qutuya salsa, avtomatik o pedala basacaq. Çünki bilir ki, ona basmaq buna uğur qazandırmışdı. Deməli, Thorndike bu qanunu sübut etmək üçün ac pişiklər üçün nəsə xüsusi qutu hazırlayır. İlk cəhdlər pişik qutuda təsadüfi hərəkətlər edir. Stimul nədir? Yəni mükafat nədir? Qutu və çöldəki yemək ora can atır da. Cavab olaraq isə ora-bura qaçır, amma aça bilmir. Təsadüfi uğur pedala basır və gedir, qapı açılır, yeyir, müsbət nəticə. Nəticədə nə olur? Pişik qutuya təkrar qoyulduqda artıq faydasız hərəkətləri, qapını cırmaqlamaq və s. və ilaxır azaldır, birbaşa pedala yönəlir. Çünki pedala basmaq hərəkəti ona mükafat verib. Gedib yeməyini yeyib. Bu qanunun önəmi nədir? Məsələn, təhsildə, gündəlik həyatımızda təhsildə bu cürdür. Şagirdin düzgün cavabına verilən əhsən və ya yüksək qiymət onun oxumağa olan həvəsini artırır. Yəni görür ki, əziyyət çəkib oxuyub, onun sonunda əhsən, belə kimi sözlər eşidir, həvəslənir ki, oxumalıyam. Tərbiyədə uşaqların müsbət davranışlarını tərifləmək həmin davranışın vərdişə çevrilməsinə kömək edir. İş mühitində bonus və mükafat sistemi işçinin məhsuldar davranışını stimullaşdırır. Məsələn, mən işləyirəm, mənə birdən çağırırlar ki, gəlin Ayşə müəllim, sizi görürük, o qədər gözəl işləyirsiniz ki, bu boyda əziyyət çəkirsiniz, sizi mükafatlandırmaq qərarına gəldik. Əlavə məsələn sizə belə bir bonus veririk. Mən nə olacam? Onda daha da həvəslənəcəm. Deyəcəm, ay da, deməli əziyyətimi görürlər. Qoy biraz da həvəslənim, qoy biraz da işləyim, görsünlər, biraz daha bonus versinlər. Yəni adam həvəslənir və həmin işi artıq vərdiş halına çevirməyə başlayırsan. İkinci qanunumuz hazırlıq qanunu. Yəni insanın bir işi etməsi üçün birinci özünü ona hazır hiss etməsi lazımdır. Fərqi yoxdur mental olaraq və yaxud da ki, fiziki olaraq. Deməli, Thorndike'ın öyrənmə ilə bağlı irəli sürdüyü 4 əsas qanundan biridir. Burada öyrənmənin baş verməsi üçün fərdin həm fiziki, həm də psixoloji olaraq həmin fəaliyyətə nə dərəcədə hazır olduğunu izah edir. Məsələn, əgər bir insan bir işi görməyə hazırdırsa və o işi görürsə, bu onda məmnunluq yaradacaq. Əgər hazır deyil, amma görməyə məcbur edilirsə, bu onda narahatlıq və qıcıq yaradacaq. Burada da hazır olub icra etmək, məsələn, fərd bir hərəkəti etməyə tam hazırdırsa və həmin hərəkəti icra edirsə, bu onda məmnunluq hissi yaradır. Məsələn, burada hamımız xanımlarıq da, 100% sizdə də olub. Bəzən insana elə bir enerji, elə bir motivasiya gəlir ki, belə evi dip köşə töküb, evi ki, söküb bir də yığmaq istəyirsən o dərəcə, ləzzət eləyir və sən buna həm fiziki olaraq hazırsan, həm də mental olaraq, yəni içdən, öz içindən gəlir bunu. Sən kimsə demir, öz içindən gəlir ki, evi dip köşə yığışdırım, sonra da axırda kofemi alıram əlimə, qapıları açıram, əlimdə kofe baxıram, ləzzət eləyir də yığışdırdığım ev. Buna mən hazıram. Hazır olub etmişəm. Bu məndə məmnunluq doğurur da. Görürsünüz, məmnunam da, hələ kofemi də içirəm. Xoşuma gəlir. Hazır olub icra edə bilməmək. Fərd bir hərəkəti etməyə hazırdırsa, lakin ona maneçilik törədilirsə, bu onda qıcıq və əsəb yaradır. Məsələn, uşaq dərsi yaxşı öyrənib, gedib dərsə müəllim soruşmur, əlini qaldırır soruşmur. Sabah bir də öyrənir, gedir dərsə yenə müəllim soruşmur. Üçüncü gün öyrənir, gedir dərsə yenə müəllim soruşmur. Gəldi ki, daha mən dərs zada öyrənməyəcəm, mən bu boyda hazırlaşıram, amma müəllim məni qaldırmır, o boyda əl qaldırıram. Bunda artıq qıcıq və əsəb doğurur.
Bir də var ki, adam hazır deyil, amma icra etməyə məcbur olur. Məsələn, uşaq tapşırığı bilmir, müəllim də onu lövhəyə çağırır. Mövzunu anlamayıb, müəllim də lövhəyə çağırır ki, gəl bunu həll elə. Bu da dəli olur da, yəni ki, mən bunu anlamamışam, mən nəyə gəl həll eləyim? Bu da belə. Sonra gəlir məşq qanunu. Məşq qanunu nədir? Təkrar biliyin anasıdır prinsipi. Yəni belə deyək də, insan bir şeyi nə qədər çox məşq etsə, o bizdə qalıcı olaraq qalacaq. Məsələn, istifadəsi. Yəni bir stimul ilə cavab arasındakı əlaqə təkrarlandıqca həmin bağ güclənir. Yəni bir hərəkəti nə qədər çox məşq etsək, onu öyrənməyimiz, gələcəkdə avtomatik icra etməyimiz bir o qədər asanlaşır. Məsələn, bir musiqi alətində hər gün eyni qammanı çalmaq barmaqların həmin hərəkətə öyrəşməsini təmin edir. İstər-istəməz də artıq sən bir var ki, diqqətlə çalarsan, artıq hər gün o qədər təkrarlayırsan ki, artıq ora baxmırsan. Barmaqlar özü gedir, avtomatik. Çünki artıq sən professionallaşırsan, vərdiş halını alır. Bir də var istifadə etməmə qanunu. Belə deyim də, məsələn, ən çox bu dillərə aiddir. İnsan ingilis dilində, rus dilində nə qədər möhtəşəm bilirsə bilsin, amma uzun müddət ondan istifadə etmədikcə o unudulur. Necə ki, məsələn, mən hərdən burada misal çəkirəm, bəzən deyirəm, məncə yadımda qalıbsa, yəni də artıq unutmuşam axı, filan şey filan fəndə idi, səhv etmirəmsə, tutalım belə bir nümunə deyirəm. Çünki artıq unutmuşam. Mən illərdir ondan istifadə etmədiyimə görə unutmuşam. Belə, yəni bir sözlə deyir, istifadə etmədikcə unudulur. Dördüncüsü çoxsaylı reaksiyalar qanunu. Deyir ki, yeni bir problemlə qarşılaşdığımız zaman baş verən prosesi izah edir. Yəni bir canlı yeni bir stimul və ya problem ilə qarşılaşdıqda və həmin an düzgün cavabı bilmədikdə, o bir sıra müxtəlif reaksiyalar, cəhdlər verməyə başlayır. Bayaqki o pişik var idi ya, görürsüz? Əgər bir dəfə qapını cırmaqlayıb sonra gedib belə otursaydı, vəssalam, elə orada da ac öləcəkdi. Zaten bu təcrübədir, onu oradan çıxarmayacaqdılar. O elə orada öləcəkdi. Amma o neynədi? O dayanmadı. O çoxsaylı reaksiya göstərdi. Qapını cırmaqladı, ora-bura qaçdı, miyoldadı, pəncərəni cırmaqladı. Axırda nətərsə pedala basdı. O deyir, Allah nə deyir? Səndən hərəkət, məndən bərəkət. Adamları evdə oturur, iş yoxdur, neyniyim? İş yoxdur, nəsə eləmək lazımdır. Dayanmamalısan. Həqiqətən dayanmayanda Allah səni artıq yolu açır. Belə, buna da sınaq və səhv metodu deyirik. Yəni sınaqdan keçirirəm, səhv olur, bir də sınaqdan, bir də sınaqdan, bir də sınaqdan. Bu da mənə nəyi xatırladır? Yaradıcı təfəkkürü. Yəni problem həll olunana qədər onu sınayıram. Uğurlu cavabın seçilməsi çoxsaylı reaksiyalar içərisindən yalnız müsbət nəticə verən, yəni məqsədə çatdıran reaksiya yadda saxlanılır və möhkəmlənir. Bayaqki o pedala basmaq. Pedala basmaq müsbət idi, yadda qaldı və pişik o hərəkəti həmişə edəcək. Əgər fərdin yalnız bir növ reaksiya vermə imkanı olsaydı və o da işə yaramasaydı, öyrənmə heç vaxt baş verməzdi. Bir sözlə, çoxsaylı reaksiyalar öyrənmənin sağ qalma mexanizmidir. Bayaq dediyim kimi, pişik əgər bir dənə reaksiya göstərib, sonra belə deyim, geri çəkilsəydi, sağ qalmayacaqdı. Amma çoxsaylı reaksiya göstərdiyinə görə o sağ qaldı. Yəni öyrənmənin sağ qalma mexanizmidir. Burada da indi dediklərimi deyir. Və bu qanunun təhsil üçün önəmi nədir? Deyir, səhv etmək normaldır. Bunu zaten həmişə deyirik. Artıq səhv etmək ayıb deyil. Səhv etmək öyrənmənin bir yoludur. Bu qanun göstərir ki, səhvlər öyrənmənin ayrılmaz hissəsidir. Şagird düzgün cavabı tapana qədər müxtəlif yanlış yolları sınamalıdır. Problemlərin həlli müəllimlər şagirdlərə yalnız hazır düsturları verməməli, onları fərqli yolları sınamaq üçün şərait yaratmalıdırlar. Yaradıcılıq nədir? Çoxsaylı reaksiyalar həm də yaradıcı düşüncənin əsasıdır. Bir problemin həlli üçün 10 fərqli yol sınamaq zəkanı inkişaf etdirir. Yəni 10 fərqli yolda yaradıcı təfəkkürdən söhbət gedir. Növbəti sosial intizam modeli. Sosial intizam modeli. Rudolf Drekursun sosial intizam modeli uşaqların davranışlarını anlamaq və idarə etmək üçün humanistik bir yanaşmadır. Bu modelin əsas fəlsəfəsi budur. Uşaqlar sosial varlıqlardır və onların ən böyük ehtiyacı qrupa aid olmaqdır. Yenə də uşaq özünü sinifə aid hiss etmək istəyir, o qrupa aid hiss etmək istəyir. Görürsüz, aid olma ehtiyacı. İndi burada uşaq yanlış davranışlar göstərəcək. Amma bunun kökünə baxanda problem demək bizdədir ki, uşaq bu həddə gəlib çatıb.
Deməli, uşaq, belə deyək də, direktors hesab edir ki, hər bir uşaq bir qrupun, məsələn, ailənin, sinifin bir hissəsi olmaq, orada özünü əhəmiyyətli hiss etmək istəyir. Əgər uşaq bu ehtiyacını sağlam yollarla qarşılaya bilmirsə, səhv məqsədlərə yönəlir. Nədir onun 4 yanlış səhv məqsədi? Birincisi, diqqəti cəlb etmək. Uşağın məqsədi başqalarını, yəni müəllim və yoldaşlarımı məşğul etməklə onlardan xüsusi diqqət, qayğı gözləyib. Yəni diqqəti bu cür cəlb edir də ki, yəni mənə baxsınlar. Qəsdən diqqət. Yəni qəsdən dərsi pozacaq ki, diqqət ona getsin. İnamı nədir? Mən yalnız diqqət çəkəndə və xüsusi qayğı görəndə özümü aid hesab edirəm. Mən yalnız səni mənimlə məşğul etdiyim zaman önəmliyəm. Yəni müəllimə deyir ki, sən mənlə fərqi yoxdur. Mən ona deyim ki, Ayşə sakit dur da. Əsas odur ki, mən ona müraciət elədim. Yəni ki, mən var imişəm bu sinifdə. Bunu istəyir. Bunun gizli mesajı nədir əslində? Mənə diqqət yetirin, məni cəlb edin, qoşulmaq istəyirəm. Yəni demək istəyir ki, məni görün də, yəni. Bax indi burada səhv bizdədir də əslində. Niyə uşaq bunu yaşayır ki? Niyə belə düşünür ki? Demək ki, biz onu diqqətdən kənarda saxlamışıq. Bir nümunə deyəcəm. Mən oxuduğum dövrlərdə həqiqətən var idi belə şey. Sinifimizdə bir neçə oğlan var idi. Həmişə elə arxada otururdular. Ömür boyu bir bunları durğuzan yox idi. Bir ay bala, niyə dərs oxumamısan? Bu sualı belə vermirdilər. Artıq müəllimlər qəbullanmışdılar ki, bunlar oxumur. Yalandan da 3 yazırdılar bunlara. Onlar sinifdə ola-ola, onların dəftərlərini biz yazırdıq. Ala, məsələn, Aysel, ala bu imlanı yaz, amma çox bərbad xəttlə yaz. Səhvlər burax, amma elə səhvlər burax ki, üçlük olsun. Özü sinifdə oturub, ver ona yazsın da. Yox, onu görməzdən gəlirəm. O yoxdur sanki, amma adam gəlir, gedir. Prosto yoxmuş kimisi. Adam var ki, səsini belə ritq eşidirdim ki, bu oğlanın səsi bu cür çıxırmış. Səsi belə çıxmırdı. Yəni o danışdırmır belə. Bizdə var idi elə şeylər, sözünüzü kəsirəm. Bizdə də Bəli. var idi. Bəli. Bizim sinifdə də. Yəni ibtidaidən, yəni bəzi uşaqlar var idi ki, artıq o uşaqlar qəbullanılmışdı ki, bu uşaqlar oxumayan uşaqlardır və konkret onların bir adı var idi, oxumayan. Bəli. Düzdür. Sonra onların axırı nə olur? İndi mən görürəm də, heç nə, sıfır. Yəni hərəsi, yəni çox bərbad yəni. Heç kim də oxumadı və sıfır həyat. Yəni nəyi demək istəyirəm? Hər şey oradan başlayır. Hər şey, o bəzən deyirlər, hər şey yıxırlar müəllimin üstünə. Müəllimin üstünə yıxmaq deyil. Müəllimin üstünə yıxmırıq. Siz necə? Mən özüm də ixtisaslı müəlliməm, işləmişəm 5 il. Bəli, bəzi şeylər var, müəllimlər çox yüklənilir. Ən birinci mən də sizə razıyam, maaş çox azdır. Amma uşağın gününün yarısı məktəbdə keçir. O bizə əmanətdir də. Yəni uşağın gününün yarısı məktəbdə keçir. Valideyn olmur ki, onun yanında. Bəli, əlbəttə müəllimin üstünə düşür. Uşaq həyatının bir çox hissəsini, 11 ilini və o 11 ilin neçə saatlarını məktəbdə keçirir. Yəni bu uşağın bu vəziyyətə düşməsinin səbəb əslində bizik ki, bu yollara əl atır. Deyir, müəllim bu an nə etməlidir? Diqqəti minimuma endirmək. Yəni mən dursam ona, deyir, davranışa məhəl qoymayın. Mən dursam ona, o mənə qəsdən dərsi pozur, mən də dərs izah edirəm. Başlasam, Ayşə, bəsdir də, sakit dur. O, elə bil ki, belə deyiləm, məqsədinə çatdı. Amma o yanlış yolla gedir axı, hər dəfə də bunu edəcək. Mən də düşəcəm. Deyir, belə eləmə. Sən də gizli mesaj ona başqa cür ötür. Dərsi izah eləyə-eləyə, heç bir sözü kəsmədən, gəzə-gəzə, get, danışa-danışa, izah edə-edə, onun yaxınlığında dur. O deyir, aha, müəllim gəldi mənim yanıma. Əlvi onun partasına qoy, əlvi onun çiyninə qoy. Yəni, sən də ona gizli mesaj ötürürsən, halbuki sən dərs izah edirsən. Yəni ki, bala, sən mənim nəzərimdəsən, mən səni görürəm. O uşaq deyir, daha dərsi pozmayacaq. Artıq rahatladı ki, məni görürmüşlər. Və yaxud da deyir, şagirdin diqqətini yayındırın, fəaliyyəti dəyişdirin və yaxud da sual verin ki, yəni də diqqətini yayındırasınız. Uyğun davranışı dəstəkləyin, təşəkkür edin, təbrik istəyin. Bu çox mənasız bir sözü, təbrik stikeri verin. Salıblar da, mən də bəzən kurikulumda elə şeylər var ki, heç razı deyiləm. Nəyə görə təbrik stikeri verim? Yəni, adam davranış pozuntusu göstərir. Yəni cümləni düz yazmayıblar da. Uyğun davranışı, yəni yaxşı bir davranış göstərirsə, bəli, yaxşı bir davranış göstərsə dəstəkləyə bilərəm, təşəkkür edə bilərəm. Təbrik stikeri nədir? Nəysə. Və yaxud da şagirdi deyir, hərəkət etdirin, şagirddən başqa oturacaqda oturmasını xahiş edin, şagirdi düşüncə kreslosuna göndərin və s. Bir sözlə də fikri yayınır. Və yaxud da məsuliyyəti işə cəlb edin. Miqə düşmüşdü elə bir sual. Şagird qəsdən dərsi pozur. Müəllim bu an nə etməlidir? Zaten digər cavablar heç uyğun deyildi. Birində də var idi ki, məsuliyyəti işə cəlb edir. Artıq onun da başı qarışır o işə.
İkinci səhv məqsədi güc nümayiş etdirmək. Məqsəd nədir? Güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışır. Nüfuz, özün güclü hiss etmək istəyir. İnancı nədir? Mən yalnız nüfuzlu olduğum vəziyyətə nəzarət etdiyim və ya heç kimin mənim üzərimdə nüfuz sahibi ola bilməyəcəyini sübut etdiyim zaman özümü mənsub hesab edirəm. Gizli mesaj da odur ki, mənə kömək edin, mənə seçimlər verin, özümü bacarıqlı, güclü hiss etmək istəyirəm. Demək ki, yenə də mən bu uşağı görməzdən gəlmişəm. Bunun kiçik bir uğurunu belə qeyd etməmişəm. O da ona görə güc ehtiyacını necə ödəyəcək? Məsələn, mən bir uşağı buna tərifləyirəmsə, bu gedəcək güc ehtiyacını qol gücü ilə həmin uşağa göstərəcək. İndi görək sən güclüsən, yoxsa mən güclüyəm. Yəni ki, bu cür yanlış yollara əl atacaq. Müəllim nə etməlidir? Soyuqqanlığı qoruyun, gərginlik və ya qarşıdurmadan yayının. Gərginlik, yəni qarşıdurma, bundan ağız-ağıza vermək. O zaman sinfi tamaşaya çevirərsiniz. Davranışları ilə mütləq razılaşmadan perspektivlərini, hisslərini və ya narahatlıqlarını tanıyın. Yəni ki, davranışı ilə razı deyiləm də, deyirəm ona ki, düzgün hərəkət etmirsən. Amma niyə edirsən? Onu tanı. Bu, onların hərəkətlərinə uyğun olmasa belə, hörmət və empatiya göstərmək üsuludur. Yəni, mənim balam, nədir sənin dərdin? Niyə bunu edirsən? Bax, düz etmirsən, amma de görüm, niyə bunu edirsən, mən də səni anlayım, görüm, niyə edirsən və s. və axırda belə söhbətlər. Time out-dan istifadə edin, fiziki tərbiyə terminidir, yəni fasilə verin. Fərdi söhbət edə bilərsiniz, yəni ki, bunlardan hansınızı edə bilərsiniz. Bu addım situasiyanın tamaşaya çevrilməsinin qarşısını alacaq və daha diqqətli, konstruktiv müzakirəyə imkan yaratmaq məqsədi daşıyır. Və ya dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsvir edin. Yəni, ona deyin ki, sənin bu dağıdıcı davranışın nəticələri nə ola bilər? Başa düşsün ki, nə cəza gözləyə bilər və s. Ədalətli ardıcıl olun. Nəticələrin yalnız yanlış davranışla bağlı olmasını təmin edin. Nəticələr cəza tədbirlərinə deyil, düzəldici fəaliyyətlərə diqqət yetirilməlidir. Üçüncüsü qisas. Uşağın məqsədi əvəzinə çıxmaq, qisas almaq istəyir. İnancı odur ki, özüm incidiləndə başqalarını da incidirəm, mən bəyənilə və sevilə bilmirəm. Gizli mesajı yenə mənə kömək et, incinmişəm, hisslərimi qəbul et, mən sayıldığımı hiss etmək istəyirəm. Mənə də sayın, yəni. Mənim qəlbimə toxunursunuz da, yəni. Burada müəllim nə etməlidir? Güc nümayişində 5 dənə üsul nə dedim? Eynisini deyir, bu qisas almaqda da istifadə edə bilər. Dördüncüsü çarəsizlik hissi və imtina, artıq təslim olur. Məqsəd təslim olmaq, tək qalmaq. İnancı mən qeyri-kamil olduğum üçün aid ola bilmərəm. Ona görə də başqalarını məndən heç nə gözləməməyə inandıracağam. Mən acizəm və bacarmıram. Çalışmağın faydası yoxdur. Çünki müsbət nəticəyə təsir yoxdur. Artıq qapalı düşüncədədir. Gizli mesaj, mənə öhdəsindən gələ biləcəyim kiçik addımlar göstərin. Uğurlarımı vurğulayın. Özümü olduğum kimi qəbul etməliyəm. Cəsarətləndirilməyə ehtiyacım var. Müəllim nə etməlidir? Təlim metodlarını dəyişdirə bilər. Hər dəfə bir addım öyrət. Yəni ki, məqsəd o deyil ki, bu alim olsun. Bir var ki, ömür boyu sıfırda qalsın, bir də var ki, kiçik addımlarla həmin uşağı öyrədə bilərik. Fərdi dəstək göstər. Uşağın özünə müsbətləri təlqin etməyi öyrədin. Yəni, yavaş-yavaş onda, o qapalı düşüncədədir. Yavaş-yavaş onda, yəni açıq düşüncəyə gətirək, motivasiya yaradaq. Səhvlərdən doğru nəticə çıxarmağı təmin edin. Sonra burada deyir ki, cəza yerinə məntiqi nəticələr. Drekus cəzaya qarşı idi. Məsələn, deyir ki, cəza ixtiyari tətbiq olunur. Uşağı qorxudur və qəzəbləndirir və bu sadəcə xarici nəzarətdir. Sən gedəndən sonra o yenə bildiyini edəcək. Amma məntiqi nəticə davranışla birbaşa əlaqəlidir. Uşağa seçim şansı verir. Yəni, artıq bu daxildən gəlir, yanında sən olmasan da ona riayət edəcək. Məsələn, deyir, uşaq divara şəkil çəkib, divarı yazıb. Sən də ona cəza verirsən. Sonra nə oldu? Divar elə də qaldı. Amma deyir, məntiqi nəticə odur ki, çəkib, ala balam, bu əskini, divara şəkil çəkməmişsən, ala bunu sil. Qoy özü dərk eləsin ki, bunu mən eləmişəmsə, mən də təmizləyəcəm. Özü öz məsuliyyətini dərk eləsin. Sonra tərif yerinə təşviq. Drekus deyirdi ki, yaramaz uşaq əslində cəsarəti qırılmış uşaqdır. Ona görə də tərif uşağı xarici rəydən asılı saldığı halda təşviq onun daxili özünə inamını bərpa edir. Tərif uşağı belə deyim də qapalı düşüncəyə salır. Bunu Karl Dweckdə də keçmişdik. Tərif rəqabəti stimullaşdırır ki, rəqabət olmaz.
Tamamlanmış nailiyyətə görə verilən mükafatdır, yəni nəticəyə köklənir, proses qiymətləndirilmir və eqoizmi stimullaşdırır. Ego, yəni ki, məndən yoxdur düşüncəsi. Təşviq isə bir cəhdin qəbul edilməsidir. Şagirdlərə öz fəaliyyətlərini qiymətləndirməyə kömək edir, əməkdaşlığı stimullaşdırır. Və sonuncu, o daha asandır. Əməkdaşlıq və proaktiv həllər. Burada da cəza yoxdur. Burada da doktor Ross Green deyir ki, bir şagird nə zaman davranış pozuntusu göstərər? İki halda. Ya tələb olunan bacarıqların lazımi səviyyədə formalaşmaması, yəni ondan tələb etdiyin bacarığın öhdəsindən gələ bilmir. Çətindir də onun üçün. Ya da həll edilməmiş problemləri var. Burada da deyir ki, nə etməlisən? Empatiya qurun. Yəni şagirdin baxış bucağını anlamaq, onun çətinliklərini qəbul etmək, problemi iradə və ya istəksizlik kimi qiymətləndirməmək. Yəni bu onu istəksizliyinə görə yox, sadəcə öhdəsindən gələ bilmir. Bunu anla. Anlayandan sonra problemi müəyyənləşdirin. Davranışa səbəb olan konkret çətinliyi birgə aydınlaşdırmaq, gözləntilərlə şagirdin bacarıqları arasındakı uyğunsuzluğu üzə çıxarmaq. Tamam, üzə çıxartdım. Tamam, indi nə etməliyəm? Problem müəyyən etdim. İndi problemi həll etmək lazımdır. Əməkdaşlıq edərək, şagirdlə müəllim əməkdaşlıq edərək. Şagirdin ehtiyaclarını və vəziyyətin tələblərini nəzərə alaraq hər iki tərəf üçün məqbul həll yolu tapmaq, böyüklər uşağa problem həll etmə bacarığını öyrətməklə dəstək olurlar. Yanaşmanın tətbiq prinsipi odur ki, dəstəkləyici və təhlükəsiz mühit, dediyim kimi, bir yerdə cəza yoxdursa, orada dəstəkləyici mühit var. Cəzaya deyil, problemlərin həllinə fokuslanmaq. Müəllim emosional nəzarəti qoruyaraq diqqəti nəticəyə yönəltməlidir. Müəllimin özündən söhbət gedir. Yəni ki, ola bilər ki, uşaq onu əsəbləşdirə bilər, amma müəllim emosional nəzarəti, yəni özünü tənzimləməni qorusun, əsəbləşməsin, özünü idarə eləsin. Şagirdlərlə işləyərkən səbr və ardıcıllıq vacibdir. Davranış problemlərini azaldır bu nəzəriyyə. Şagirdin məsuliyyət və özünə idarə bacarıqlarını inkişaf etdirir, müəllim-şagird münasibətini gücləndirir, davamlı və real həll yollarının formalaşmasına xidmət edir. Bu kiçik idi. Bir də bu. Bir də Aynur xanım, nə vermişdim sizə, nələri yoxlamalıydıq deyin. Mən MHM vermişdiniz. Neçə? MHM sınaq 5-6. Hansında var səhvimiz? MHM-lər, sınaqların heç birində yoxdur səhvim, yaxşı yazmışam. Hə, Bir dənə tamam. təzə, bir dənə time-da var. Time-da nə idi? Time-da neydi onun adı? Şunun adı yadımdan çıxdı. Bandura. Bandura idi. Səhifə 216 idi deyəsən. Tamam. Bir də səriştə əsaslı tapşırıq hazırlanması, o da səhifə 50 idi. Doc. Tamam, Banduradan başlayaq onda. Bandurada bir dənə səhvim var mənim. 116. Mən hara ki? Banduraya girmişim. Uf, Bandura deyib Banduraya gir. Time. Səhifə 216 idi da. Bəli. Neçənci sual? 4-cü sual. Baxaq. Müəllim şagirdləri xalça muzeyinə aparmağı planlaşdırır. Şagirdlərdə sıra mədəniyyəti formalaşdırmaq üçün prosesi sinifdə rol oyun şəklində nümayiş etdirir. Şagirdlər davranışı müşahidə edirlər və ekskursiya zamanı ona uyğun davranırlar. Verilmiş situasiyada uyğunluq təşkil edən situasiyanı müəyyən edin. Siz nəbatəti götürmüsünüz 100%. Nəyi? Nəbatəti götürmüsünüz. C variantı. Yox müəllimə, nəbatəti götürməmişəm. Necə? Çox adam onu götürür. Hə, yeni götürmüşəm müəllimə. Ev tapşırığını yerinə yetirməyən şagirdin dərsə marağını artmaq üçün müəllim fərqli metod. Nə əlaqəsi? Mən bilirsiniz niyə? Burada proses orada müəllimə deyir ki, xalça muzeyinə aparmağı planlaşdırdı. Sıra mədəniyyəti formalaşdırmaq üçün prosesdə rollu oyun şəklində. Bu da bir məsəl üçün metod deyil. İndi baxın, şagirdlər davranışı müşahidə edirlər. Zaten nəzəriyyə müşahidə əsasıdır. Müşahidə edirlər. Kimi müşahidə edirlər? Canlı modeli. Çünki bir-birlərini müşahidə edirlər də. D-yə baxın, şagird yoldaşlarına qarşı qeyri-etik nəysə burada deyir, son dövrlər uşaqlar arasında sevilən filmin elementləri aşkarlanır. Simvolik model.
Sinifdə bir dəqiqə. Hə, müşahidə et, davranışı Bəli. canlı modeldən müşahidə edirlər. Buradakı canlı, burada simvolik. Buna uyğun olan budur. İkisində də Hə. müşahidə edir. Hə. Bir yerini də niyə götürmüşdüm? Ona görə ki, həmin o prosedur məsələsi, yəni rollu oyun şəklində nümayiş edib. Fikirləşdim ki, yəqin ki, burada dərsə marağını artırmaq üçün məsələn rollu oyunda bir metoddur. Yəni Bildim. bilmirəm, nəsə Etdik. beynimə qarışdı. Bir Burada dənə var oldu. başqa. Bu Yox. bir dənə buydu. Dokda. Dokda Doktor da yox. Dok çox rahat deyir müəllimə. Bilmirəm. Yaxşı başa düşmüşəm deyə rahatdır, amma yəni testləri çox rahat idi. Yoxdur səhviniz. Bandurada testləri yaxşı idi müəllimə, amma biraz elə bil ki, şeydir, yəni Mürəkkəb cümləni idi. gərək çox diqqətlə Bəli. oxuyasınız. Üzdən keçəndə yazmaq olmur. Bəli, düzdür. Düzdür. Başqa nə vermişdi? MHM-lər vermişdiniz. Mənim sınaqların hamısını yaxşı yazmışam. Edu sınaqdır. Edu sınaq 11-12, bir də MHM sınaq 5-6. MHM-də səhviniz yoxdur. Time-dan bitdik. Edu-da? Edu yoxdur mənim. Edu-da da yoxdur. Siz deyən Evet. 20-dən 20 yazacaqsınız. Mən bilirsiz nəyə görə? Çünki mən Hə, baxırsınız. səhvlərim çıxsa belə o Hə. səhvlərimi çıxartıram, özüm tapım. Ay sağ ol. Əla, heç nə. Ona Tamam. görə deyirəm, yoxdur. Belə. Oldu o zaman. Deməli, evə nə verirəm? Doğrudan evə verdiyimi yazın. Bunun çox yükləməyəcəm. Neçənci gündür dərsimiz? Birinci gün. Bugün 5-dir də, 6 bazar. Bunu deməli 272 səhifə 272 time 2026 səhifə 272. Bunların yəni bütün hamısı 5-də bir yerdədir. Bir də biz bütün nəzəriyyələri bitirdik də. Düzdürmü? Bitdi mənim hamısı. Yox, yox. Davranışla bağlı deyirəm. 5 buydu. Bir də Albert Bandura. Sizlə nə qalıb ki başqa? Məncə təzələr qalıb da. Ola bilər. Brunner, Rogers, onlar qalıb. Bandura ilə bitirmişik. Hə, Bandura ilə dayanmış orada. Hə, orada qalıb Brunner ilə Rogers təzələr. Bəli, bəli. Ay sağ ol. Hə, köhnələr. Nəyə görə deyirdim? Time 2024-də ümumi nəzəriyyə sınağı var. Nəzəriyyə. Mən o səhifəsini tapıb yazacağam sizə. Qarışıq nəzəriyyələrdir. Yaxşı? Aha, mənim, aha. Oldu. Sağ olun. Sağ olun, çox sağ olun. Sağ olun.